Salam. Bugün bazar günüdür və sabahdan iş başlayır. Mən bazar gününün keyfini çıxartmaqdan indidən sabahı düşünürəm ki, ay daha yenə gedib gələcəm işə və bitdi tətillər. Bütün yay bu istidə işə gedib gəlmək var. Bugün bir mövzum var əslində. Deməli, nədir bu mövzum? 18 yaşından bu yaşıma kimi yaxşı ki elədiyim və kaş etməzdim dediyim şeylərdən mövzu açmaq istəyirəm. Düşünürəm ki, bəzi qızların buna ehtiyacı var. Əslində zamanında, məsələn, bizim 16-18 yaş periodumuzda belə deyim, valideynimiz bunu bizə deyir, amma biz elə bilirik ki, onların zəmanədən xəbəri yoxdur. Əslində zəmanə, belə deyim də, eyni irəliləyir. Sadəcə dəyişən texnika, cihazların inkişafı və insanların daha da çox gözlərinin açılıb bu bilikləri yaxşı istifadə etməməkləridir. Məsələn, 20 il bundan qabaq insanın, 18 yaşında olan insanın saflığı ilə indiki insanın saflıq dərəcəsi eyni deyil. Çünki siz 18 yaşındakı bir insanı hal-hazırda bu zəmanədə aldada bilmərsiniz. Sizi susuz aparır, susuz gətirər, amma biz əvvəl də deyirdik. Çünki belə deyim də çox dünyadan məlumatlı deyildik. Gördüyümüz bir məhəlləmiz idi, bir valideynlərimiz idi, bir də kitablarımız idi, bu qədər. İndi düzdür, bəzi uşaqlarımız belə böyüdülür, amma yenə də necə deyim, onlar da həmin o gözü açılmış, belə deyim, ətrafla sınanır, belə izah edeyim. Çünki biz də bir zamanlar elə idik. Məsələn, bizim dövrümüzdə 18 yaşında telefonu olanlar var idi, telefonu olmayanlar var idi. İndi isə hamının əlində var. Telefonu olanlar daha çox bilgiyə, məlumata sahib idi, amma biz biraz cahil təbəqə idik. Düzdür, mən özümü ora aid eləmirəm. Mən də yenə məncə özümü sudan çıxara bilmişəm. Gəl nədən bəhs eləyək səndən? 18 yaşından artıq bu biri yaşa 20'lərə keçid eləyəndə, eləcə də mən 15 yaşı da nəzərdə tuta bilərəm sənin üçün. Çünki 15 yaşdan 18-ə kimi özümüzü hazırlayırıq, 18-dən hardasa 20-yə kimi özümüzü hazırlayırıq, 20-dən 25-ə, 25-dən 30-a. Mənə görə belə bölgüdə gedir həyat. Məsələn, 15 yaşdan 18 yaşa kimi insan yox deməyi bacarmalıdır. Çünki əgər siz yox deyə bilməsəz, çox səhvlər buraxacaqsınız həyatınızda, çox səhvlər buraxacaqsınız. Və 25 yaşa gələndə kaş ki bunu eləməzdim deyəcəksiniz. Çox heyf istənəcəksiniz, çox belə kədərlənəcəksiniz. Və 15 yaşdan 18, 18-dən də bu yaşa qədər, yəni bundan sonraki yaşlara qədər də kiminsə gözündə yaxşı görünmək üçün ona adaptasiya olmağa çalışmayın. Məsələn, əslində sizin içinizdən nə bilmir, indi 15-18 yaş aralığında danışmaq istəyirəm. O parkda oturmaq gəlmir, amma sizin çevrəniz gedir o parkda oturur və siz də məcbursunuz gedib o parkda oturmağa. O məcburiyyət hissi əgər sizin içinizdə varsa, oradan uzaqlaşın. Yəni məcbur deyil ki, qoy sizi pis tanısınlar, desinlər ki, özünü dartır. Amma sizin bir necə deyim, özünüzü tanıyırsınız, axı gedib orada otursaz, o mühitə adaptasiya ola bilməyəcəksiniz. Orada tamam başqa bir aurada, atmosferdir. Siz isə orada tamam kənar, yad bir parçasınız. Gəlib oraya yapışanda ya gərək onlardan biri olasınız, onlar kimi danışasınız, onlar kimi güləsiniz, rəftar edəsiniz. Bu arada orada səslər gəlir, mən xamiyak saxlayıram, amma balaları olub, tikləri falan çıxıb çalışır, indi göstərərəm. Alınsa bilmirəm, əlimi ala bilmirəm, çünki hələ baladılar, amma ucu böyüyüblər, belə deyim. Hə, çok şirindir. Şeydir, nə deyirdik? Yəni, məsələn, kiminsə gözündə yaxşı olmaq üçün aid olmadığınız bir yerdə aid olacaqmış kimi hiss eləməyin də. Yəni, olacaq mən burada, onlar eləyirsə mən də eləyərəm. Yox, mən buranın bir parçası deyiləm, deyin, keçin. Sonra, yaxşı ki elədiyimdən gəlin danışaq. Mən tatu sevirəm, çox sevirəm. Məsəl üçün, tatu eləməyə, amma heç vaxt risk eləməmişəm, eləmərəm də. Öz bədənimdə sevmirəm tatu eləməyi. Çünki mən bir şeydən tez sıxılan bir insanam. Və düşünürəm ki, tatu da istər mən olum, istər başqa biri olsun. Məsələn, əgər böyük bir anlam daşıyan tatu varsa sənin üçün,
okey, indi o zamanında ilerleyen yaşlarında özün bilərsən, amma məncə tatunun edilməyin düzgün yaşı 25-dən o yanadır. Uşaq vaxtı olan yəni tatular adətən bu yaşda, yəni statistika bunu göstərir ki, silinir. Çünki çox mənasız olur, ya həyəcanla edilmiş olunur, ya da nə bilim, tatum olsun deyə eləyim kimisindən olur. Növbəti yaşlarda isə biz gedirik onu ya sildiririk, heç silinmir o da, ya da üstünə bir dənə də başqa yekə bir əcaib bir tatu vurdururuq. Oy, mən kofemi götürüm. Səhər duran kimi keçmişəm kameranın qarşısına, danışmaq istirdim sənə. Kəsdə. 2 qurtdum içim. Nə olar ki? Yumurta qaynayır oradan. Yemək də yeməmişəm. Vəbşəm, yaxşı ki elədim, elə bir addım dediyim, tatu eləməkdə eləməmişəm, yaxşı ki. Çünki bilirəm, zamanında eləsəydim, hətta bunun üstündə evdə qırğın gedirdi. Mən belə nakleykalar yapışdırırdım, o vaxt satırdılar. Sumqayıtda qalanlar bilər, Firuzə market var Sumqayıtda. Oradan alırdım şeyləri, nakleykalar yapışdırırdım. Atam onu kisələtdirib çıxardırdı sonra mənim əlimdən ki, olmaz, yaxşı görüntü deyil. Amma belə deyim də, tatu eləmək həvəsində olmuşam 1 yaşa qədər, amma anamla mən həmişə rəfiqə kimi olmuşam. Anam mənə izah edib ki, eləyəcəksən, amma bir yerdən sonra sıxılassan o tatudan. Çünki mən sənin ananam, sən mənim qızımsan. Mən səni tanıyıram ki, bir şeydən çox sıxılırsan. Adi gözümün qabağında böyümsən də, bir oyuncaqla məsəl üçün 3 dəfə oynayırdın, 4-cü dəfə sındırıb tulluyurdun oyuncağı ki, istəmirəm. Ya nə bilim, bir həvəslə aldığın bir kitabı oxumurdun. Ya nə bilim, rəngləmə kitabı alırdın. Birazını ayağının bir tərəfini rənglədin, bir tərəfini rəngləmirdin, tulluyurdun. Yəni sənin xarakterin budur da, həvəsdən tez düşürsən. Ona görə eləmə. Yaxşı ki, anamı dinləmişəm. Həqiqətən də, məsələn, əvvəl mən də ərgənliyimdə deyirdim, uf, nə olarsın ya sən? O olur da, hamımızda olur. Biz hamımız o yaşı keçirik. Analarımızın, valideynlərimizin sözləri bizə biraz tikan kimi batır. Amma həqiqətən yaşımız bir yerə çatandan sonra başa düşürük ki, həqiqətən də bizi tanıyan elə valideynimizdir, düz yöndə verən oymuş. Yaxşı ki də dinləmişiksə, yaxşı ki də dinləmişik. İndi valideynlər bu videonu bəyənər, sevinərlər ki, biri bizim tərəfimizə durdu. Amma həqiqətən, indi bu videonu qız, oğlan izləyirsə, çalış ki, dost mühiti gözəl bir şeydir. Amma doğru dost mühiti insanı zirvəyə ucaldan tiplədir. Yanlış dost mühiti isə xeyr, elə deyil. Və dost mövzularına gəldikdə isə 18 yaşa kimi həqiqi dost deyilən bir şey yoxdur. Çünki belə deyim də, həmin yaşda rəqabət çox olur, hədsiz çox olur. Məsələn, 25 yaşa qədər də olur. Bunu amma insanlar kamuflyaj olur, çox da bir özə vermirlər. Amma 18 yaşa qədər həsəd aparmaq, paxıllıq eləmək, quyu qazmaq, belə şeylər çox olur. Yəni, o adi siz görürsünüz, baxırsınız türk seriallarında ərgən kinolar çəkirlər, hansısa qrup, hansısa qrupun məktəbli söhbətlərinə gedir də, ayağını qazır, quyusunu şeylir. Bunlar hamısı real həyatdan götürülmüş şeylər. Ayda mənim oxuduğum məktəb də elə idi. Yəni, trajikomik şeylər o qədər olurdu ki, mənim məktəbimdə. Məktəbdən çıxanda düşünün ki, mən son zəng günü çöndüm, dedim ki, mən bir də, yəni, heç birinizə salam verməyəcəm də, yəni, mənim əlaqələrim sizlə burada kəsildi, bitdi, getdi. Yəni, düşünün, mənim bir dənə səhvim olub ki, mən yox deyə bilməmişəm və bunun yox deyə bilməyi mən inanmazsınız, 24 yaşımda öyrənmişəm, bir insanı yox deyə bilməyim. Bu çox böyük bir insan üçün ağır bir şeydir, necə deyim, yoxluqdur, boşluqdur. Çünki insan yox deməsə başına çox şeylər gəlir. Mən sırf utandığımdan, sırf əzildiyimdən, sırf belə deyim, həmin o dediyim ortama ayaq uydura bilmək üçün yox deyə bilmirdim. Hamının gözündə də yaxşı biri olmaq istirdim, yaxşı insan olmaq istirdim ki, məni gözəl tanısınlar. Sonradan sonraya mən gördüm ki, bunu yaxşı insan kimi tanınmaq üçün özümdən keçdiyim şeyləri bir sonra mənə fırlanır və mənim ardımca danışılır. Mənə mənfi təsir eləyir, bunlar da var. Yəni, mən heç orada mutlu deyiləm də, türklər demiş. Niyə eləyirəm? Mən gözləyim, yumurtalar sürdürək. Olsa burada indi qiyamət qopacaq. Daha sonra nə deyə bilərəm? Sizə 18 yaşda, məsəl üçün mən
23 yaşıma kimi saçımı rəngləməmişəm. 23 yaşımdan sonra saçımı rənglədim. Məsələn, rəngləyəndə onun içində olan qatqı, şampun elədir ki, saçı gözəl, yumşaq göstərir. Həqiqətən də adam sevinir, deyir ki, ayda yaxşı ki elədim. Mənim saçım indi özünə gəlir. Çünki bir etap başladım qara, tünd qara və qırmızı və oranjıva rəng eləmişdim saçımı. Saçım çox pis günə qalmışdı. O qırmızılıq, oranjıvılıq hələ də belə nə bilim nə qədər qara kraska da vursam istər-istəməz qalıb, açılır burası. Amma dibləri öz qara rəngidir və canlılığı görürsüz də. 18 yaşımdan 23 yaşıma kimi saçıma rəng vurmamışam. Çünki təbii saçlarımı çox sevmişəm. Amma sonra marketinqin qurbanı oldum. Gördüm oranjlı rəng moddadır, çeri rənglər moddadır. Dəyişdirdim saçımın rəngini. Ondan sonra da ondan sıxıldım. Qara rəng elədim, zil gecə qarası. Vəbşə də saçım getdi. Yəni süpürgəyə döndü. Çox pis oldu. Yəni o canlılığını, o şıltısını itirdi. İndi onu qazana bilməyim üçün çox şeylər eləmişəm. Həqiqətən çox nə bilmək, alıb başıma çəkmədiyim maska qalmayıb ki, özünə gəlsin. Yəni məsələn saç rəngləməyi də mən bura aid eləyirəm. Əgər çox gözəl canlı saçım varsa onu rəngləmə. Məsələn mənim bacım heç vaxt saçına rəng qoymayıb. Onun o qədər təbii günəş sarısı rəngində saçları var ki, yəni o rəngi almaq üçün də cəmaət 5 dənə rəngi bir-birinə qatır da. Və mən ona deyirəm ki, rəngləmə. Onun da özünün rəngləmək niyyəti yoxdur. Və saçı çox canlıdır. İnsanın saçı həqiqətən onun obrazını tamamlayır, görüntüsünü çox tamamlayır. O canlı olanda insan o qədər işıldayır, o süpürgə kimi olanda insan o qədər bəsit olur, sadələşir, hamı kimi görsənir. Mənə görə belədir, bilmirəm, bəlkə səhv fikirləşirəm, amma budur da. Yəni baxımlı saç şərtdir. Daha sonra sənlə əslində uzun-uzun danışmaq istəyirəm, amma mənə elə gəlir ki, 18 yaşını, 15-dən 18-ə, 18-dən də o yana mənim elədiyim düz və səhvlər bunlar idi və düşünürəm ki, zaten statistikanı götürəndə adətən bu mövzular həmin yaşlarda yaşanan problemlərdir və buna görə mən də belə bir dilə gətirmək istədim ki, məsləhəti 15-18 yaşında öz yaşadığından alma. Çünki onun bir dünya görüşü yoxdur. O da sənin kimi məktəbdən çıxır, evə gedir, evdən çıxır, məşğələyə gedir. 3-4 dənə də qızla bütün günü hansısa blogerin ya da ki, hansısa mövzunu müzakirə edir telefonda. Bu, əgər məsləhət almaq istəyirsənsə, həqiqətən məsləhət verə bilən insandan al. Yəni, yetəri qədər təcrübəsi olan bir insandan al ki, o yaşda düşün ki, mən də o yaşda olacam da, mən də onun kimi düşünəcəm. Çünki belə deyim də, istər-istəməz yəni bir yerdən sonra insanın həqiqətən də məsləhətə ehtiyacı varsa, yox deyirsən ki, mən düzəm, mən özüm bilərəm, ümumiyyətlə mən heç kimdən məsləhət almıram. Bu da əslində bir bədbəxtçilikdir. Amma məsləhət almaqdan, kömək istəməkdən utanmamalısan, amma düzgün insandan. Ki, səni qınamayacaq biri olsun. Bu da sənin üçün travma ola bilər. Yanlış insanla gedib məsləhətləşə bilərsən ki, bu mənim başıma gəlib uşaq vaxtı. Ailə fərdlərimdən biri 2-ci dərəcəli. Məsləhətləşmişdim, onunla sirrimi bölüşmüşdüm. O, mənim üzümə yaxşı görsənmişdi, amma gedib arxamca nəsildə çox, yəni, heç xoşa gəlməz sözlər danışmışdım. Mənim xətrimə dəyəcək və mənə travma olacaq artıq. Ondan sonra mən heç kimlə məsləhətləşmədim. Yəni, nəzər yetirmək lazımdır. Əgər ailə fərdin həmin insanların arxasıca danışırsa ki, yaxşı insan deyil, belədir, elədir, əmin ol ki, ailənin bir bildiyi var. Gedib o insanla məsləhətləşməyə ehtiyac yoxdur. Amma özünü bilən bir insandan, yəni səni qınamayacaq, sənə həqiqətən də deyirsən ki, mənə düz yön verəcək bu insan, gedim ondan məsləhətləşim. Həyatında elə biri varsa kömək istəməkdən çəkinmə. Kömək istəmək çox gözəl bir şeydir, eləcə də kömək etmək də çox gözəl bir şeydir. Kömək etmək nə deyirəm? Məsələn, 15-18 yaşında qızlar rəfiqələrini dünyanın mərkəzinə qoyurlar ya da sevgililərini. Dünyanı dağıdırlar onlar üçün. Hər şey eləyirlər də, dəridən qabaqdan çıxırlar. Elə bilirlər ki, varsa da yoxsa da odur. Bu çox səhv yanaşmadır. Həqiqətən çox səhv yanaşmadır. Kömək edə bilərsiniz o insanlara. Amma həyatınızdan bir parçaymış kimi, qolunuz, qanadınızmış kimi yox.
Sadəcə o insanın da bir yönə ehtiyacı var. Mən də kiçik bir toxunuş eləyim kimi. Bu zəif düşüncə ilə yanaşa bilərsiniz. Bu qədər gözəl dostum. Sənə gözəl gün arzulayıram. Əgər başqa mövzuda danışmağıma, fərqli, sənə həqiqətən də içsən kömək edə biləcəyim bir mövzuda danışmağımı istəyirsənsə, şərhdə yaza bilərsən. Səninlə yenə FaceTime edə bilərəm. Bu qədər. Özünə gözəl bax. Yenə bizim məşhur sloqanımız. Özünə gözəl bax. Dostum, özünə gözəl bax. Videonu bəyənib abunə olmağı unutma. Sevinirəm. Baxışlar 100-ə qalxır. Demək ki, səsim 100 nəfərə çatır və ümid edirəm ki, ondan da artığına çatar və mən də bu işi sevə-sevə davam elətdirərəm. İndi gedim səhər yeməyimi eləyim, daha sonra müştərilərimə gedim çatdırım özümü. Sonra da axşam baxaq da sabah 100% bildik işə gedəcəyik. Hələlik.